Salam dostlar, bütün Azərbaycan xalqını qürbətdən Fransadan salamlayıram. Bugün mayın 2-si 2026-cı il. Fransada Azərbaycanın azadlığı uğrunda şəhid olmuş Vidadi İskəndərlinin doğum günüdür. Artıq 2 ildir ki, kiçik qardaşım Vidadi İskəndərli doğumu gününü məzarda qarşılayır. Dostlar, mən qısa Vidadi İskəndərli haqqında məlumat verim. Onu bütün Respublika tanıyırdı, tanımayanlar da bilsinlər. Yəni, Vidadi İskəndərli 1962-ci il mayın 2-sində Göyçədə Ziyalı ailəsindən doğulmuş. 1989-cu ildə Ukraynanın Xarkov vilayətində Hüquq Akademiyasını məhkəmə prokurorluq ixtisası üzrə bitirmiş və həmin ildə 89-cu ildə Ukraynanın Nikolayev vilayətində xüsusi mühüm işlər üzrə müstəntiq, baş müstəntiq, sonra da isə ağır cinayətlərə dair istintaq idarəsinin rəisi vəzifəsində işləmişdir. Müstəqillik dövründə Azərbaycana gəlmiş, Azərbaycan prokurorluğunda fəaliyyətə başlamışdır. Lakin 2002-ci ilə qədər işlədikdən sonra hakimiyyət prokurorluğu əlində bir intiqam qisas halətinə çevrildiyini görüb və rüşvət və korrupsiyaya etiraz olaraq vəzifəsindən istefa vermişdir. Bundan sonra 2007-ci ildə demokratiya müdafiəsinə kömək ictimai birliyin yaradaraq ölkəmizdə insan hüquqlarının qorunması ilə məşğul olmuşdur. 2010-cu il Göyçay Ağdaş seçki idarəsində müstəqil namizədliyini vermiş və böyük səslə deputatlığı qeydə alınsa da, mandat alsa da ala bilməmişdir. Hakimiyyət əslində onu bütün bu hakimiyyəti tənqid etdiyinə görə saxta ittihamla 3 il azadlıqdan məhrum etmişdir. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu elan etmiş və 13-cü ildə 2013-cü il azadlıqdan çıxdan sonra fəaliyyətini davam etdirməyin görmüş hökumət və ona bildirmişlər ki, səni qətlə yetirəcək. 2015-ci ildə biz birlikdə Gürcüstana gəldik. Burada məlum hadisələrdən sonra biz Gürcüstanı tərk etməyə məcbur olaraq Fransaya mühacirət etdik 2017-ci ildə. Həmin ildən Vidadi Fransada siyasi fəaliyyətini davam etdirmiş, hakimiyyətin cinayətlərinə qarşı barışmaz mövqe tutmuşdur və bütün YouTube kanalı vasitəsilə ölkədə gedən prosesləri işıqlandırmış, hakimiyyətin bütün qollarının sərt tənqid edilir. Dəfələrlə ona mesajlar gəlmişlər ki, səni öldürəcək, fəaliyyətini dayandır. Mən də ona demişdim ki, ehtiyatlı ol. O bilirdi ki, bu yolda onu öldürəcəklər, deyirdi, bu mənim seçdiyim yoldur. Mən bu yolda şəhid olmağa da hazıram. Nəhayət 2024-cü il sentyabrın 29-da səhər saat 6 radələrində yatdığı yerdə bir neçə maskalı şəxs onun yatağına daxil olaraq ona sarsıdıcı xəncərlə zərbələr endirmiş. Lakin o ayılıb müqavimət göstərmiş, bir neçə şəxsə qarşı fiziki müqavimət göstərmiş və arxadan onu başından bıçaqla vurmuşlar. O polis qışqırdıqdan sonra killerlər tərk etmişdir onun evini və artıq oktyabrın 1-də həkimlər dedi ki, onun həyatını xilas edə bilməyəcəyik. Mən onunla bir neçə dəfə görüşdüm, onun çoxlu vəsiyyətləri var. Müəyyən səbəbdən o vəsiyyətləri mən indi canlandıra bilmirəm. O mənə dedi ki, son sözündə həkimlər ona da demiş ki, sənin həyatını xilas edə bilməyəcəyik. Mənim hələlik Fransada dəfn edin. Nə vaxtsa Azərbaycan müstəqilliyini əldə edərsə, vətənpərvər oğullar mənim məzarımı Azərbaycana köçürər. Məni Azərbaycan bayrağı ilə dəfn edilərsən, 3 dəfə Azərbaycan, Azərbaycan deyərək dünyasını dəyişdi. Dostlar, bu azadlıq yolunda bir zirvədir, şəhidlik zirvəsi. Bu hamıya qismət olmur. Lakin qardaşım Vidadiyə bu qismət oldu. O şəhidlik zirvəsinə ucaldı. Gələcək nəsillər, tarix bunu heç vaxt unutmayacaq. Dostlar, bütün şəhidlərimizə uca Allahdan rəhmət dilərik. Məzarları nurla dolsun, məkanları cənnət olsun.